Biz ümumiyyətlə valideynlərdən və uşaqların psixoloji problemləri ilə bağlı danışaq. Deməli, ən çox şikayət nədəndir son zamanlar? Uşaqların dərs oxumaması. Bu, qlobal problemə çevrilib, Narınc xanım. Uşaqlar, bilmirəm, oxuya bilmirlər, yoxsa həqiqətən oxumurlar. Bilmirəm, yaddaş zəifdir, o dediyiniz kimi o qabın tutumu bu qədərdir, yoxsa məsuliyyətsizlik hökm sürür. Oxumaq... Son zamanlar, ay sağ olun, belə bir asıllıq var və ümumiyyətlə belə bir durumda valideynlər nə etməlidir, siz nə edirsiniz? Bir oxumayan uşağı dərsə maraq oyatması üçün nə kimi tədbirlər görmək lazım? Çünki söhbət onun gələcəyindən gedir. Günümüzdə birinci olaraq, əgər bir uşağın aqressiyası, davranış pozuntusu varsa, problemi axtarmalıyıq təhsilində. Yəni, uşaq təhsildən yayınırsa, dərslərə maraq göstərmirsə, zaman keçdikcə o dərsin yerinə əvəz alacaq telefon oyunları, kompüter oyunları, uşağın digər, belə deyək də, yanlış dediyimiz vərdişlər. Bayram münasibəti ilə də elə ona görə də bütün aksiyamız var. Yəni, xidmətlərimiz hər birisi, yoxlanışlarımız 50%, yəni yarı qiymətinə endirmişik ki, bu aylarda, bu gözəl ayda bizim də savabımız olsun. Bax, belə uşaqlar var ki, dərs oxumaq istəmir, davranış problemləri var. Onların hər birisi birinci olaraq uşaqda, əgər dərsə maraq yoxdursa, biz bunu ayırd eləməliyik. Bu uşaq dərsi bacara bilmədiyi üçün dərs oxumaq istəmir, yoxsa kapriz edir. O dırnaq arası dediyimiz başı var, amma oxumaq istəmir. Və bugün birinci sırada özün göstərir diqqət əksikliyi, diqqət pozuntusu və yaddaş zəifliyi. Bəzən valideyn elə bilir ki, məsələn, deyir çoxu zaman, bu uşaq telefonun qabağında hansı oyunu açdı, 1 saat, 2 saat elə gözəl oynayır. Əgər bunun yaddaşında problem varsa, diqqətində problem varsa, nə yaxşı o oyunların dilini tapa bilir, amma məktəbin dərsinin dilini tapa bilmir. Diqqət yayınıqlı olan uşaqlar beyni salat ağıllı uşaqlar deyirik. Yəni, hər şey çoban salatı kimi qarışıq olurlar. Və onlar zövq alırlar hərəkətli, səsküylü oyunlardan. O oyunlar, məsələn, biz baxsaq, 20 dəqiqədən artıq beynimiz yüklənəcək, baxa bilməyəcək, hətta başınız fırlanacaq. Amma diqqəti yayınıq uşaqlar saatlarla buna baxır və ləzzət alırlar ondan. Və bu diqqət defisitli uşaqlarda dərsə konsentrasiya çətin olur. Hətta indi abituriyent dövrüdür, görəcəksiniz. Hazırlıqlarda abituriyentlər yatırlar, gecə 12-də dururlar ki, ev sakitçiliyi olsun, mən oturum dərs oxuyum. Niyə? Diqqəti yayınıqdır. Bu uşaq bunu başa düşmür, amma deyir ki, xırda bir səs gəldi evdə, mən dərs oxuya bilmirəm. Gözləyirəm, hamı yatsın, mən gecə oyanım, dərs oxuyum. Və bu şəkildə bir mübarizə aparır əslində öz dünyasında diqqət yayınıqlığı ilə. Diqqət yayınıqlığı olan uşaqlar, bax, kiçik yaşlarında qələmlərini itirən, ana deyir ki, ildə 5 də papaq alıram. Məktəbə gedir, papaq hardadır, bilmirik. Evdə qələmi itirir. Mən diqqətim yayınır. Bax, o həssaslıq və diqqət defisiti. Bəli, bəli. Məsələn, bəzən olur ki, insan həssas olanda da belə qıcıqlara reaksiya verməsi vardır, ətraf qıcıqlara. Amma diqqət defisitli uşaqlar təkcə diqqət yayınıqlığı, yəni xırda bir səsdən deyil. Əşyalarını itirmək, tez-tez hara qoydu bilmir və ya tapşırıq verir ki, ana, ged o bir otaqdan bu şeyi gətir yenə, gedir başqa şey gətirir və ya gedir ora, deyir, ay ana, məndən nə istəmişdin, yadımdan çıxdı, su deyirsən, başqa şey gətirir. Bu şəkildə həmişə dağınıq uşaqlar, hətta məsələn, çantasını açarsan, ilan qurbağadır içərisində. Bilirsən, abalam, bu çantanın içində mən itərəm. Hər şey əzilmiş, büzülmüş, dağınıq, xətti çox çirkin olur, hərfləri çox qarışıq yazırlar, baxanda heç oxuya bilmirsən o uşaqların yazısını. Diqqət yayınıqlı uşaqlarda bu istəyərək olmur, dərsə qarşı maraq. Amma valideyn nə edir? Tənbəl adlandırır, üstünə gəlir, uşağı incidir və uşağı dərsdən get-gedə soyudur. Uşaq fikirləşir ki, onsuz da mən zəifəm, məndə heç nə alınmır, dərs oxumasam da, yəni mən oxuya bilmirəmsə, demək ki, artıq bunu deyə bilmir ki, mən bunu bacarmıram. Deyir, istəmirəm, oxumaq istəmirəm, əl çəkməklə. Siz nə edirsiniz bu vaxt? İnanın, otururlar, ana deyir, mən dərs oxutdurmaq istəyirəm, saat 1-ə qədər bir-birimizdən dalaşırıq. Gah deyir, yemək istəyirəm, gah deyir, qarnım var. İndi hamı deyir, bizdəki kimi. İnanın, su istəyirəm, gedim hamama bir də əlimi yum gəlim, tualetə dəyim gəlim, davamlı uğraş, bəli. Və davam sual verir, nə vaxt gələcək, ata dərsdən, işdən nə vaxt gələcək, bu şəkildə mövzuya adəti olmayan suallar verirlər. Və siz nə edirsiniz? Burada birinci olaraq uşağın diqqətinin həcmini, davamlılığını, inanın, diqqətin 7 formaları var. Biz ilk olaraq onları təyin edirik ki, bu uşaqda hansı pozulub. Və başlayırıq, diqqətini inkişaf etdirici beyin gimnastikaları vardır. Bu, onu həm psixoloqlar eləyir, həm də aparat terapiyası, o möcüzəvi neurofeedback aparatı, TCS aparatı ilə tətbiq edərək diqqətini, müddətini çoxaldırıq. Yəni, uşaq bir şeyə çox rahatlıqla fokuslana bilir və daha keyfiyyətli dərs oxuyur. Bir var, uşaqla 3 saat dalaşa-dalaşa nəyisə öyrətməyə çalışır.
çalışacaqsan, bir də var uşaq bir dəfə oxuyacaq və çox rahatlıqla onu mənimsəyəcək. Bu zaman dərsə marağı da artmağa başlayacaq. Çünki yeniyetmə vaxtı sən zorakı döyə-döyə dərs oxutura bilmərsən. O çimdikləyən analar deyir, bir kiçik çimdik götürüb oxutururdum. Sən 8 yaşında bunu edə biləcəksən. 12-15 yaşında sən bunu edə bilməyəcəksən. Və bu zaman uşaq dərsdən yayınırsa, təhsil səviyyəsi aşağı düşürsə, təhsil səviyyəsi aşağı uşaqlarla oturub duracaq, onların maraq dairə meyxanaya qulaq açacaq, bilməm, qaranlıq dünya, bir müəyyən qruplaşmalara meyil göstərəcək. Bax, gəlir bugün yeniyetmələr, yanlış qruplara meyil göstərirlər. Onlar təsir altına düşürlər. Hansı uşaqlardır? Beş alan uşaqlar deyil, dərslərindən uğur qazanan uşaqlar deyil, əksinə məktəbdən zəif olan uşaqlardırlar. Onun üçün valideynlər həyəcan təbili çalmalı, gözləməməlidirlər ki, mən bunu 9-cu sinifdə hazırlığa qoyacağam repetitor yanına, problemləri həll olacaq. Ən kiçik yaşlarından, yaddaşı zəifdirsə, diqqəti yayınıqdırsa, vaxtında psixoloq dəstəyi almaq lazımdır ki, yeniyetməlik dönəmində, abituriyent vaxtında bu çətinliklərlə üzləşməsinlər. Aydındır, Narınc xanım, təşəkkür edirəm. Hələ Narınc Psixologiya Mərkəzi bizə bax bu gözəl ay münasibəti ilə çox gözəl endirimlər edirlər. Yarı-yarıya 50% bütün müayinələrdə endirimlər var, müalicələrdə endirimlər var. Soruşurlar çox zaman varmı deyə, bəli var, aparatlarımızda hər şey var, möcüzəvi aparatlar var. Mən bilirsiniz, bu aparatlar falan və s. hər şey yaxşıdır. Onu idarə edən lazımdır. Əsas odur ki, Narınc xanım var, komandası var. Ona görə də yaxınlaşın və uşaqlarınız psixolojisi sağlamdırsa, gələcəkdə heç bir maneə onun qarşısında dura bilməz. Rövşənin belə evi tərk etməsi psixoloji zəif olmasının göstəricisidir. Ona görə gəlin uşaqlarımızın vaxtında psixologiyasını möhkəmləndirək. Təşəkkür edirəm.